O köhnə əyilişi vardı bizdə o evdə. O yadı. Yaxşı, çək, mən onu atacağım, bax. O köhnə yadındadır, o köhnə əyilişi vardı bizdə. O evdə. O neçə vaxt belə idi, amma o köhnə idi. O nədən problem olur ki, elə olur? Beynində. Bu nədir ki? Dayanır dostum. Acan? Şurada yanlış. Joe. Dayandır, Joe. Dayandırdım. Sıkılan sen. Çok dayandı. Hazır dayanır. LG markalı paltaryan müştərinin şikayəti o ki, qapı açılmırdı. Bəli, gəldim, yoxladım. Qapının ruskası gördüyünüz kimi qırılıb. Qapının ruskasının qırılma səbəbini izah edirəm. Diqqətlə axıra qədər baxın. Videoya bir dənə heç olmasa sağ olun, çox sağ olun yazın. Sizi maarifləndirirəm ki, belə hallar başımıza gəlməsin. Bunu sizə heç kim deməz. Hamı deyər ki, ustalar, qoy qırılsın, pul qazanaq. Mən deyirəm, qoy qırılmasın. Siz diqqətli olun, niyə? Baxın, paltaryan yudu qutardı. Həmişə daima burada siqnal çalır. Qapının işığı buraxmalıdır ki, qapını açasınız. Əgər siz qapının işığı buraxmamış, yarımçıq, işləyə, gəlib yoxlayırsınız belə. Görəsən işlədi, görəsən açıldı, yoxsa yox. Onu zədəliyirsiniz. Axırda qırılır, belə olur. Yəni o qırılmasın deyə yuzsun, qurtarsın, 5 dəqiqədə sönsün, sonra qapısını açsın. Özünüzə yaxşı baxın, sağ olun. Nömrə səhifədə var, paltaryanla bağlı. Nə sualınız var? Yaza bilərsiniz, zəng edə bilərsiniz. 15 il təcrübəli usta düzəlməyən paltaryan yoxdur. Nömrə səhifədə var. Ölkənin ən öndə gedən, ən çox follower olan səhifə bizdədir. 125 min takipçi var. Kimə lazım olsa, yəni bunlar 125 minin hamısı bir-bir gəlib. Niyə belə bir videolarını lazım olsa, əgər nömrə səhifədə var, buyurun, zəng edin, həll eləyək, görülən işlərdə qarantiya verək. Özünüzə yaxşı baxın, sağ olun.